Təsəvvür edin ki, kiçik bir plastırı ağzınızda dişiniz olmayan hissəyə qoyursunuz və bir müddət sonra oradan yeni diş çıxır. Və yaxud da dişiniz zədələnib, plastırı qoydunuz, dişiniz sağaldı, karies yox oldu. Bu fantastika deyil, çox yaxın gələcəkdə bizi gözləyən reallıqdır. Stomatologiya çox yaxın zamanda kökündən dəyişə bilər. Seul Milli Universitetinin alimləri mikro iynəli xüsusi bir plastır hazırlayıblar. Bu plastır dərmanı birbaşa diş ətlərinə çatdırır. İstifadə olunan maddə əslində Alzheimer xəstəliyi üçün yaradılmışdı, amma məlum olub ki, o yeni dişlərin yaranmasını stimullaşdıra bilir. Bu necə işləyir? Preparat GSK-3 adlı zülalı bloklayır. Bu zülal normalda dişlərin böyüməsini dayandırır. Nəticədə çənədə yatan kök hüceyrələri aktivləşir. Maraqlısı odur ki, insanlarda üçüncü diş dəsti çıxarma qabiliyyəti var. Sadəcə təkamül bunu belə demək olarsa söndürüb. Alimlər isə onun yenidən oyanmağının, işə düşməyin yolunu tapıblar. Plaster gündə cəmi 20 dəqiqə diş ətinə qoyulur. Ağrı yoxdur, diş və ya sümüyə yonma ehtiyac yoxdur, anesteziya yoxdur. Erkən sınaqların nəticələri isə çox ümidvericidir. Kiçik karies boşluqları 4-6 həftəyə sağalır. Zədələnmiş diş minası 8 həftəyə bərpa olunur. Hətta iştirakçıların təxminən 30%-də yeni dişlərin ilkin formalaşması müşahidə olunub. Paralel olaraq oxşar tədqiqatlar Yaponiyada da aparılır. Klinik sınaqlar 2024-cü ilin sentyabrında başlayıb və 2030-cu ilə qədər davam edəcək. İki fərqli ölkə eyni məqsədə doğru irəliləyir və hər iki layihə artıq insan üzərində test mərhələsindədir. Tərtibatçılar qeyd etdiyim plastırı yaxın müddətdə bazara çıxarmağı planlaşdırır. Bu texnologiya milyardlarla insan üçün stomatologiyanı tam dəyişə bilər. Və bu hələ son deyil. Tədqiqatçılar hesab edir ki, bu üsul gələcəkdə sümüklərin və digər sərt toxumaların bərpasında da istifadə oluna bilər. Bəli, izləyicilər, biz elə bir dövrdə yaşayırıq ki, artıq heç fantaziya kimi heç bir şey görünmür. Çünki fantastika bildiyimiz hər şey getdikcə reallığa çevrilir. Bax belə, özünüzdən müğayət olun.